Hər kəsə salam. Real Aikido podkastının növbəti bölümünə baxırsınız. Bu dəfə də qonaqlarım Real Aikido və Jiu-Jitsu Dönüş Sənətləri Akademiyasının prezidenti Ramil Eminli və akademiyanın uğurlu və qalib idmançıları Onur Bayramov və Əliamin Məmmədovdur. Xoş gəlmisiniz hər ikiniz. Həmçinin Ramil müəllim siz də xoş gəlmisiniz. Əvvəlcə sizi təbrik eləyirəm ona görə ki, siz Jiu-Jitsu üzrə yarışlarda qalib olmusunuz. Və istərdim elə ilk bundan başlayaq söhbətimizə. Yarışda qalib olduqdan sonra özünüzü necə hiss elədiniz? Ümumiyyətlə yarışlar necə keçdi? Yarış yaxşı keçdi. 2 aydır hazırlaşırdım yarışa, Jiu-Jitsu yarışına. Jiu-Jitsu yarışında birinci oldum. Birinci olanda çox sevindim. Birinci olanda kimə birinci zəng eləmişdin? Ramil müəllimə xəbər verdin yoxsa evdəkilərə? Birinci Ramil. Aha. Elə yanımdaydı Ramil. Ramil müəllim yanındaydı. Aha. Valideynləri də Ailəm də yanımdaydı. Onlar da çox sevindilər. Mən də çox sevindim. Bəs Onur, sən? Mən də 2 aydan çoxdur ki, yarışlara hazırlaşırdım. Yarışlarda birinci yarışımda, ilk yarışımda ikinci yer olmuşdum. İkinci yarışımda isə birinci yer olmuşdum. Necə keçdi yarış? Neçə rəqiblə döyüşdünüz? Hansı texnikalardan məsələn istifadə elədiniz? 3 rəqiblə mən çıxdım. Aha. Üçünü də döyüşdüm üçünə. Üçünü də döydüm. Mən birinci yarışımda 2 nəfərlə döyüşmüşdüm. İkinci yarışımda isə 1 nəfərlə döyüşdüm. Onur, mən bildiyim qədərilə 7 yaşından Aikidoya başlayıb. Niyə Aikidonu seçmisən? Balaca yaşından həm də gəlmisən. Nə idi səni Aikidoya cəlb edən şey? Aikidoda həm bizə disiplini öyrədilər, həm də dostlarımızla ünsiyyət qurmağı öyrədilər. Ona görə mən Aikidoyu seçdim. Mən Aikidoya bir sinif yoldaşım Aikidoya gedirdi, Real Aikidoya gedirdi və mən də isə ondan gördüm. Həvəsləndin, sən də Həvəsləndim. gəlmək istədin. Sonra mən də gəldim. Bəs sən necə gəldin? Mən əslində idmana həvəsim yox idi. Dayım qızı gedir. Dayım dedi ki, sənsə səni də aparım. Bir dəfə gedib baxdım, gördüm ki, yaxşı idi, həvəsləndim. Sonra mən də gəldim. Gördüm ki, həm çoxlu dostlarım olur, həm də ki, belə həm dayım qızı da var idi. Dayın qızı da ordadır. İkiniz də başqa dostlarınızın, həm dayın qızının, həm də Onur sinif yoldaşının təsiri ilə gəlmisiniz və düşünürəm ki, bu sizə çox yaxşı təsir eləyib ki, siz bu qədər uğur qazanmısınız. Ramil müəllim, biraz sizlə danışaq. Aikido zalında qaydalar müəyyən qədər sərtdir. Soruşmaq istəyirəm, bu qaydalar niyə bu qədər sərtdir və uşaqlar bunu necə qəbul eləyirlər? Aikidoda yox, Yapon döyüş növlərinin çoxunda, yəni Yaponların ənənəvi qaydaları var ki, müəyyən disiplinaları var. Biz də onları tətbiq eləyirik. Yəni uşaqlar düzgün qidalanması, düzgün vaxtında yatması, zalda özlərini düz aparması, sakitliyə riayət verməsi. Yəni bu bəzi məşqlərdə, bəzi döyüş növlərində bu belə deyil. Bir də görürsünüz, elə yer var ki, səsli küylüdür. Elə yer var ki, zalda musiqi qoyur. Müxtəlif danışıqlar olur. Biri orada danışır. Bizdə bu yoxdur. Bizdə dodzudur. Yapon döyüş növlərində dodzu deyirlər. Orada necə qaydalar varsa, mən də uşaqları o disiplina ilə, o qaydalarla bəli böyüdürəm və onlara belə öyrədirəm. Və məncə o qaydaların nizam-intizamın nəticəsidir ki, onlar hələ kiçik yaşlarında bu qədər uğurun sahibi olurlar. Daha sonra məsələn olur ki, bəzən valideynlər gəlirdi ki, mən istəyirəm mənim uşağım döyüşməyi öyrənsin, davada sözünü deyə bilən olsun, vurduğunu qırsın. Belə bir şeylər eşidirik. Hətta çöldə valideynlərdən də olur bəzən eşitdiyimiz, amma biz bundan əvvəlki bölümümüzdə də danışdıq ki, siz uşaqlara dalaşmağı yox, onlara sülhü və özlərini qorumağı öyrədirsiniz. Bunu valideynlərə necə izah eləyirsiniz? Ümumiyyətlə Real Aikido özünü müdafiə döyüş sənətidir. Biz tələbələrimizə, mən valideyni izah edirəm ki, həm özünü müdafiə eləməyi öyrədirik. Yəni kimlərsə buna zərər yetirmək istəyərsə, hansısa texniki hərəkətlərlə, rəqibin gücündən istifadə edib həmin rəqibi zərərsizləşdirməyi öyrədirik. Bununla bərabər də yəni təbii ki, bugünkü gündə müasir dövrdə hamı idmanla məşğul olur, çox
əksəriyyət gənclərimiz idmançıdır. Qarşısındakı insan da idmançı ola bilər. Aikidoda sırf müdafiə olduğu üçün biz bunlara jiu-jitsunun fənlərini də keçirik. Yəni burada həm özünü brasoklar var, həm yıxıcı, sındırıcı, qırıcı fənlər var, həm də əl-ayaq stoykada zərbələr var. Valideynlərə biz bunu bildirdikdə, yəni uşağın universal yetişməsini artıq göstəririk. Sadəcə biz bu prosesi, uşağın döyüş prosesini zalda və yarışlarda bunlara bildiririk ki, bu burada olmalıdır. Əsla küçədə sən bugün yumruq ata bilirsənsə, sən bugün döyüşə bilirsənsə, çünki müəyyən bir vaxtdan sonra artıq valideyn də öz övladının nəyə qadir olduğunu görmək istəyir. Ona görə nöqteyi nəzərdən biz çalışırıq ki, uşaqları yarışlara yönləndirək. Mən də həm jiu-jitsu yarışlarına, mənim uşaqlarım universal yetişdiyi üçün bizə fərq eləmir. Bizi müxtəlif zallarla, müxtəlif federasiyalarla, klublarla mütəmadi olaraq əməkdaşlıq edirik, işləyirik. Bu yaxınlarda hətta tələbələrim Light Contact Karate Federasiyası ilə yarışlara çıxdı, rezultat verdi. Stenka Federasiyası ilə, Pencək Silat, müxtəlif yarışlar olur. Dəvət aldığımızda uşaqları hər növdən buraxıram. Çünki mənim tələbələrim həm güləşi bacarır, həm ayaq üstə döyüşməyi bacarır, həm yerdə boğucu, sındırıcı fənləri bacarır. Onları bildirdiyimi valideynə göstərirəm ki, bax, uşaqlarımız artıq bunu bilir. Onu öyrətməmişik küçə üçün. Onu öyrətdik və yetişir və gələcəyi üçün karyera qurur. Valideyn də təbii ki, bunu görür, sevinir ki, övladı dünənə kimi, məsəl üçün, bir dənə zərbə ata bilmirdisə, kiminsə küçədə cavabını verə bilmirdisə, artıq özünə güvəni var, rahat özünü müdafiə eləməyi, özünü, ətrafını, gələcəkdə anasını, bacısını qorumaq iqtidarına layiq bir gənc, bir idmançı yetişir. Və bu məncə onlara kifayət eləyir ki, onlar öz suallarının cavabını alsınlar. Təbii ki, valideyn onsuz da baxan kimi bir 5-6 aydan sonra artıq uşağında olan dəyişikliyi hiss eləyir, görür. Hətta bizdə elə tələbələr olub ki, fiziki qüsurlu tələbələr də olub ki, məsəl üçün gözünü aça bilmir, qırpa-qırpa qalır, fobiyası olan kanatdan sallanmaqdan, adi bir ipdən tutmaqdan qorxan tələbələr. Bugünkü gündə uşaqlar kanata 10 dəfə qalxıb düşür. Məsəl üçün o hansısa gözünü qırpma hərəkətləri hardasa onu məktəbdə qorxuzublar və ya həyətdə qorxuzublar. Uşaq hamıdan qorxur. O yığışdırılıb, artıq uşaq bu hərəkətlərdən uzaqdır. Dəfələrlə olub ki, valideyn gəlib ki, mən bunu psixoloq yanına aparmışam, mən bunu başqa həkim yanına yönləndirmişəm. Vallah, bu keçməyib bu hərəkət. Sağ olun, var olun ki, siz bunu öyrətdiyiniz müəyyən texnikalardan, müəyyən dediyiniz, motivasiya verdiyiniz sözlərdən sonra bu uşaqda bu dəyişiklik olub və bugünkü gündə də o tələbələr gəlirlər, gedirlər, məşqlərinə davam eləyirlər, uğurları da var. Bu da həm mənə sevindirici bir haldır, həm valideyn üçün. Yəni, bu bugünkü gündə elədiyimiz ən mühüm işlərdən biridir. Sizlə həm razıyam, həm düşünürəm ki, düzgün olanı eləyirsiniz. Ona görə ki, həm tələbələrlə o cür məşğul olursunuz, həm də onları maarifləndirirsiniz ki, biz sizi ona görə hazırlaşdırmırıq. Siz sadəcə gedib kimlənsə dalaşasınız. Bu sadəcə sizin karyeranız üçündür. Və həm də bəzən qüsurlu olan tələbələrin idman vasitəsilə həm qüsurlarından qaçmaqları, həm qorxularını yenməkləri belə deyək. Bu həm Aikidonun nə qədər sağlam bir seçim olduğunun göstərgəsidir. Həm də təkcə düşünürəm müəllim tələbəyə o fənləri öyrətməklə yox, ona motivasiya verməklə də ona dəstək olmalıdır ki, çünki onlar hələ uşaqdır. Nəzərə alsaq ki, onların formalaşması ətraf mühitdən eşitdikləri sözlər, fikirlər sayəsindədir və sizin dəstəyiniz həqiqətən çox böyük rol oynayır və biz bunu burada tələbələrin uğurları ilə görmüş oluruq. Biz danışdıq Ramil müəllimlə hərəkətlərdən, texnikalardan və ya dəyişikliklərdən. Məsələn, sizin özünüzdə hiss elədiyiniz dəyişiklik nə olub? Aikidoya gələndən sonra hansı fərq hiss eləmisiniz özünüzdə? Mən Aikidoya gələndə çox köçü idi. Mən də ki, dalaşa bilmirdim. Amma Aikidoya gəldikdən sonra həm arıqladım, həm də ki, yaxşı döyüşə bildim. Həm də mən düşünürəm ki, bu sənə dostlar da qazandırır. Bəs Onur, səndə necə?
Mən IQ-ya gələndə məsəl üçün döyüşə bilmirdim və mənim az dostum var idi normalda və ancaq sinifdə idi dostlarım o da və indi IQ-ya gələndən sonra həm döyüşməyi öyrəndim, həm çoxlu fəndlər öyrəndim, hərəkətlər öyrəndim, həm də çoxlu dostum oldu. Paraların oldu da, yəni sənin dostların düzdür. Hər dəfə fərqli-fərqli dostlarınla döyüşməyin nəticəsində çoxlu dostlar əldə etmiş oldun. Düzdür? Bəli. Aha. Bəs yaxşı, böyüyəndə aikidoşu olmaq istəyirsiniz? Bəli. Aikido müəllimi olmaq. Aha. Niyə müəllim olmağı seçirsiniz? Siz Ramil müəllimi çox sevirsiniz deyə, yoxsa tələbələr yetişdirmək istəyirsiniz deyə? Həm tələbələr yetişdirmək, həm Aha. də ki, Ramil müəllimi də çox sevdiyimiz. Aha. İstəyirsiniz yəni aikidoda öyrəndiyiniz hər şeyi tələbələrinizə öyrədəsiniz və onlar da sizin kimi uğurlu olsunlar. Bəs sən? Həm Ramil müəllimi çox sevdiyim üçün, həm də Aikidoyu, real Aikidoyu dünyada tanıtmaq üçün. Hətta dünyada tanıtmaq üçün və mən inanıram ki, siz hər ikiniz çox uğurlu aikido müəllimləri olacaqsınız. Həm Ramil müəllimin tələbəsi olduğunuza görə, həm də bu qədər uğurlu idmançılar olduğunuza görə. Bəs yaxşı, müəlliminizin dediyi ən vacib belə söz nədir? Vacib deməyək, belə yadınızdan çıxmır da o söz. O həmişə zala girəndə birinci o söz yadınıza gəlir ki, Ramil müəllim falan şeyi bizə demişdi. Ramil müəllim həmişə deyirdi, stepləri işləyin, barmaq üstündə hoppanmaqla. Bir də şkabat açdırmağı həmişə deyirdi. Bu sizin yadınızdan çıxmır heç vaxt. Sənin bəs Onur? Məndə həm şpaqat açmağı deyirdi bizə, həm də döyüşəndə o adamın, rəqibin gözünə baxmağı deyirdi. Niyə rəqibin gözünə baxmağı Ramil müəllim deyir? Bu nə Çünki üçün vacibdir? gələn zərbəni, yəni bilmək üçün də, hardan gəldiyini bilmək üçün zərbənin. Yəni rəqib sənə hardan necə zərbə vuracaq, onu bilmək üçün sən ondan daimi göz təmasında olmalısan. Ramil müəllim, aikido öyrənən uşaqlar, məsələn, Onur və Əlaminin timsalında da gördüyümüz kimi, onlar uğurlu olurlar və soruşa bilərəmmi, gələcəkdə hansı keyfiyyətlərə sahib olurlar onlar bu qazandıqları uğurlarla? Bunlar düzgün formalaşa bilirlər. Gələcəkdə valideynsiz, atasız, anasız müstəqil qərar verə bilirlər. Və yenə də deyirəm, mən bunların ilk növbədə dərs hazırlığını nəzarətdə saxlayıram. Hamısının qiymətləri valideynlərindən soruşuram. Hətta bu yaxınlarda 133 nömrəli məktəbin rəhbəri, direktoru Nərgiz xanımla idmançılarla görüşmüşəm. Digər tələbələr 161 nömrəli məktəbdə oxuyur. Rəna xanımla, oranın direktoru ilə görüş təyin eləmişik, görüşmüşük. Bunların bütün dərs səviyyələri, gələcəkdə bunlar üçün fəxri kürsünün yaradılması barədə söhbətlərimiz. Yəni, bu uşaqların hər atılan addımı, hər gördüyü uğuru artıq bizim gənclərin, bizim xalqın, bizim millətin uğurudur. Ona görə mən istəyirəm ki, bunların gələcəkdə bütün uğurlarına biz müəllimlər, nəinki mən müəllimi olaraq, həm də məktəb müəllimləri, məktəb rəhbərliyi də sevinsin. Bu növdə, yəni bizə də ilk növbədə yaradılan bu qayğıya, bu dəstəyə görə də mən Bakı Təhsil İdarəsinin rəhbəri Nərminə xanıma böyük təşəkkürümü bildirirəm. Çünki bizə böyük dəstək olub. Bizim zalda qalıb işləməyimizə böyük köməkliyi olub və biz də əlimizdən gələni eləyirik ki, bizim gənclər düzgün formalaşsın, düzgün istiqamətdə özlərinə gələcək qursunlar, pis vərdişlərdən uzaq olsunlar və vətənimizə layiqli övladlar olsunlar. Düşünürəm ki, aikido ilə təkcə deyil, ümumiyyətlə idmanla məşğul olmaq onların gələcəkdə belə deyək də tam şəxsiyyət kimi formalaşmaqlarında çox önəmli rol oynayır. Xüsusilə oğlan uşaqlarında belə deyək, qızlara da aiddir sözsüz ki, amma oğlanlarda nisbətən idman daha fərqli təsir edir onların şəxsiyyətlərinə, xarakterlərinə, daha bərk olurlar, belə deyək də, daha sərt olurlar, sözlərini deyə bilən olurlar, cəsur olurlar. Ondan da əlavə oğlanlarda hərbi xidmət var. Bəli, Bunun bəli. üçün çox mühüm və gərəkli olan
birinci predmetlərdən biri idmançı olmalarıdır. Ən azından fiziki hazırlıqları yüksək səviyyədə olmalıdır və ondan sonra həyatlarında seçdikləri işdə, əgər bunlar güc strukturlarına, hansısa polisə, hüquq mühafizə orqanına, hərbiyə gedərsə, yenə də idman başlıca rol oynayır. Çox kömək olacaq onlara Çünki həm də. onların qabiliyyət imtahanı var, adicə polis akademiyasına, dövlət təhlükəsizlik xidmətinə, hamısına qəbul olmaq üçün bu normativlərdən keçməlidirlər, mütləqdir. Biz də bunları bu yaşlarından artıq hazırlaşdırırıq hər bir şeyə ki, gələcəkdə hansısa bir dövlət qulluğunda xidmət eləmək istəyəndə bu nailiyyətdə, bu qabiliyyət imtahanlarından rahatlıqla keçə bilsinlər. Və bu uğur onların belə deyək də gələcəyinə gedən yolda çox böyük dəstək olacaq onlara deyə düşünürəm. Yenə sizdən soruşmaq istəyirəm. Həmişə mənə maraqlı olub və düşünürəm ki, sizdən bununla bağlı yaxşı cavab alacağam. Küçədə ya da məktəbdə kimlənsə söhbətiniz düşüb də indi belə deyək, mübahisəniz olub, dalaşmağa yaxınlaşmısınız. Siz Aikidoda öyrəndiyiniz fənləri tətbiq etməyi seçirsiniz, yoxsa onu sakit şəkildə başa salmağı? Əslində sakit şəkildə başa salma, amma əgər o döyüşməyə başlasa, zat yumruq atma, onda işlədir. Yəni rəqib sənə qarşı hər hansı bir hərəkət eləməmiş, yəni hərəkətə getməmiş, sən öyrəndiyin heç nəyi ona qarşı tətbiq eləmirsən. Ki bu çox düzgün bir hərəkətdir və olmalı olan belədir. Onur bəy, sən necə? Mən əslində mübahisə eləmirəm çox. Amma əgər mübahisə olsa, sakit danışıram. Amma əgər o da döyüşməyə başlasa, böyük mübahisə olsa, mən də Aikidoda öyrəndiyim şeyləri istifadə edirəm. Məşqdə ən çox sevdiyiniz fənd hansıdır və ya hərəkət? Əslində fənd də var, həm də straxovka da var. Fənd olaraq bıçaq zərbəsidir. Üstdən gələn məsələn bir dənə bıçaq atırlar üstdən. Orada ondan qorunma bir fəndir. Straxovkalar olaraq da Mai Ukemi və Yoski straxovka. Aha. Və sən? Mən də ən sevdiyim fən güləş olaraq Seonagidir. Onda rəqibin qolundan bir də sinəsindən tutub, dirsəyini işlədərək rəqibin qoltuq altına dirsəyini qoyub başının üstünə atmaq. Aha. Ramin müəllim, siz bizə xalq dilində onların sevdiyi fənləri izah eləyə bilərsiniz? Deməli, Yaponlarda tanto deyilir. Tantodan, yəni bıçaq zərbələridir. Bıçaqdan müxtəlif istiqamətdə vurulan zərbələrdir. Aşağıdan, sağdan, soldan. Onur qeyd elədiyi zərbə yuxarıdan gələn zərbədir. Ondan qorunmaq üçün xüsusi blok qoyulur və blokdan sonra texniki hərəkətlə, aşivadza ilə, ayaq hərəkətləri ilə rəqibi tarazlıqdan çıxardaraq onu yerə yıxıb zərərsizləşdirirsən və digər hərəkət isə Mayukemi, düzgün yıxılmaq tərzidir. Yıxıldıqda, qarşıya yıxıldıqda başın dəyməsin deyə çiynindən və əllərdən istifadə eləyərək özünün başını qorumaqdır. Çünki mən önəmli olaraq birinci həmişə qeyd edirəm ki, onlar həyatda, nə bilim, yıxılarsan yerə, asfalta, ilk növbədə başımızı gərək qoruyaq, gözümüzü qoruyaq. İndi əl əzilə də bilər, lap sına da bilər, amma önəmli olan başdır. Digər Əlaminin dediyi hərəkətdə brasok hərəkətidir. Loru dildə desə, yaxasından yapışaraq rəqibin, onu müəyyən ayaq hərəkətləri ilə, texnikası ilə, o texnikadan istifadə edib, ona brasok atıb, onu yerə yıxıb zərərsizləşdirməkdir. O da bunda çox gözəl alınır, çünki yarışda da istifadə edib dəfələrlə. Bu da onun yəqin Karonlu fənnidir. Hər ikisi çox maraqlı, daha doğrusu hər üçü çox maraqlı hərəkətlərdir və izahını başa düşəndən sonra razılaşıram sizinlə niyə bu hərəkətləri çox sevirsiniz. Və Ramin müəllim, sonda sizdən soruşmaq istəyirəm. Elə Əlamin və Onurun da simasında gördük ki, sizin tələbələriniz yerli və beynəlxalq yarışlarda uğurlar qazanırlar və universal tələbələriniz yetişir. İstənilən döyüşdə onlar uğur qazanırlar. Onların belə davamlı uğurlara nail olmasının səbəbi nədir? Yəni necə nail olursunuz bu uğurlara? Yenə də deyirəm, mən bunların hər birinə ayrı-ayrılıqda nəzarət edirəm. Yəni tələbələrimi hamı da bilir, bütün valideynlər də bilir. Heç bir
müəllimə, heç bir belə köməkçiyə etibar etmirəm. Hər bir uşağı öz doğmam, öz yaxınım, öz əzizim kimi bilib, heç birisini bir-birindən fərqləndirmirəm və hər birinin üzərində də ayrı-ayrılıqda əziyyət çəkirəm. Və bunun gələcəkdə mən Azərbaycan aikidoçusu, jiu-jitsu məşqçisi olmağıma baxmayaraq dünya federasiyaları ilə birbaşa təmasdayam. Dünya Real Aikido Federasiyasının prezidenti ilə birbaşa biz əsas nümayəndəliyini almışıq bizi və Jiu-Jitsu Federasiyasında mən müəllimlərim var Almaniyadan. Noyabr ayında inşallah Azərbaycana gələcəklər. Bunların ümumi inkişafına baxacaq, idmandakı dərəcələrinə baxacaq və növbəti imtahanlarına qatılacaq. Bununla bərabər biz yenə də deyirəm yarışlara qatılırıq, həm də seminarlarımız olur. Seminarları da ancaq Dünya Federasiyasının rəhbərləri, federasiyanın prezidentləri gəlir, bunlardan imtahan götürür. Bu yaxınlarda da ayın 15-i iyun Real Aikido üzrə beynəlxalq seminar oldu. Seminarda Əlamin narıncı kəmər, onu isə sarı kəmərə layiq görüldü və Sanya Vraçareviç, Dünya Real Aikido Federasiyasının prezidenti 7-ci dan qara kəmər sahibi, özü şəxsən bunlardan imtahan götürdü. Bu da sevindirici bir haldır ki, Dünya Federasiyası Azərbaycana gəlir və bunlardan imtahan götürür. Növbəti imtahanları da noyabrın axırı, dekabrın əvvəlləri 10-cu dan qara kəmər sahibi Jürgen Scherzer tərəfindən olacaq. O da Almaniyada yaşayır, İbama Jiu-Jitsu'nun rəhbəridir. Onlar gələcəklər, bunlardan imtahan götürəcəklər. İmtahandan sonra da yəqin ki, bir yarış keçiriləcək, onların yarış dərəcəsinə də baxılacaq. Bu dərəcədə inkişaf elətdirməyə çalışırıq, uşaqların üzərində işləyirik. İnşallah ki, hər şey ürəyimizcə olar və bizim də adımızı qaldırarlar, yüksəldərlər Allahın izni ilə. Həqiqətən də əməkdaşlıqlarınızı və tələbələrə spesifik yanaşmanızı dinləyəndən sonra başa düşmək olur niyə bu qədər uğurlu tələbələriniz var və həmçinin Dünya Aikido Federasiyası səhv etmirəmsə, Bəli, Azərbaycanda əsas nümayəndəsiyəm mən. bəli. 5-ci dan qara kəmər sahibiyəm. Artıq mən Aikido ilə 30 ildir ki, məşğul oluram. 1995-96-cı illərdən mən bu Real Aikido ilə məşğul olmuşam. Lubomir Vraçareviç məktəbinin Azərbaycanda rəsmi nümayəndəsi. Bununla da bərabər indi hal-hazırda mərhum prezidentimiz Lubomir Vraçareviç rəhmətə getdikdən sonra federasiya qızı Sanya Vraçareviçin rəhbərliyi altındadır. Yenə də deyirəm, Silahlı Qüvvələr günü gəldilər, böyük bir seminar elədik. Hər il mütəmadi olaraq uşaqlar bu seminarlara qatılır, iştirak edir və daha da tələbələrimizin sayı artır. Bu da sevindirici bir haldır təbii ki. Sözsüz ki, sevindirici haldır və Dünya Aikido Federasiyasından sizin, xüsusilə sizin tələbələrinizin uğur qazanmağı məncə daha bir sevindirici haldır. Ona görə ki, həm Aikido Federasiyası bizim ölkəmizə gəlir və ölkəmizdə sizin tələbələriniz burada uğur qazanır. Bundan da əlavə bunların Dünya Real Aikido Federasiyasının rəsmi nümayəndələri, rəsmi üzvləri olurlar və bunlara pasport verilir. Dünya Real Aikido Federasiyasının rəsmi pasportu verilir. Bu pasport əsasında bunların dərəcələri qeyd olunur. Bu uşaqlar gələcəkdə hansısa ölkədə təhsillərini davam elətdirərsə və yaxud da köçüb hansısa ölkədə, Almaniyada, Amerikada, nə bilim, İspaniyada, Fransada yaşamaq istəyərsə, artıq sıfırdan yox, verildiyi, aldıqları dərəcədən başlayıb öz məşqlərinə də gedə bilər, müəllim kimi orada da fəaliyyət göstərə bilərlər. Dünyanın 60 ölkəsinə yaxın bizim klublarımız var. Həmçinin mən də müxtəlif ölkələrə gedirəm. Gedəndə də orada mənim müəllim kimi, sensei kimi, master kimi qəbul edirlər. Bir seminarlar keçirirəm. Bütün zallarda dostluq münasibəti yaradıram. Bu kifayət qədər böyük bir uğurdur. Və həqiqətən danışdıqca həm insan heyran olur, həm uğurlara çox sevinir və həqiqətən sizi bir daha təbrik eləmək istəyirəm. Belə bir uğurlara imza atmısınız və öz uğurlarınızla davamçı yetişdirirsiniz. Onların gələcək həyatlarına idmanla paralel belə deyək də dəstək olursunuz və
mən düşünürəm ki, bu sizin Dünya Real Aikido Federasiyası ilə olan əməkdaşlığınız, həmçinin üzvü olmağınız sizin tələbələriniz üçün çox böyük bir uğurdur və onların həyatı üçün çox önəmli bir hissədir. Bir daha hər ikinizi təbrik edirəm və inanıram ki, uğurlarınız çox bol olacaq. Çox sağ olun. Təşəkkür edirəm sizə. Sizə də təşəkkür Mən də öz edirəm. növbəmdə sizə təşəkkürümü bildirirəm. Pozan mediaya öz təşəkkürümü bildirirəm ki, bizim bu gənc idmançıları, bizləri işıqlandırırsınız. Allah sizdən razı olsun. Hər birinizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bir daha mən təşəkkür edirəm və sizə uğurlar arzulayıram karyeranızda. Sağ olun, sağlıqla qalın. Növbəti bölümlərdə görüşmək ümidi ilə.